Axşamınız xeyir olsun Salam müəbbinizi. Təbrik edirəm Azəri ilk öncə komandasını. Çox yaxşı mübarizə apardılar və yəni layiqli qalibiyyət əldə elədilər. Çünki çox istəkliydilər, çox udmaq istəyirdilər. Öz futbolçularıma gəlincə deyəcək bir söz yox. Alınmayan da alınmır. Əziyyət çəkdilər, yoruldular əlbəttə ki. Amma hər bir halda çempionata daha yaxşı başlamaq istərdik. Demək olar ki, ikinci dövrəyə. Buna baxmayaraq qarşıda bir daha göstərdik ki, bizim belə də asan oyunumuz olmayacaq. Bütün oyunlara maksimum motivasiya ilə, maksimum hazırlığına çıxmalıyıq. Uğurlar Azərə və qarşıdakı 1-2 günü hazırlaşmalıyıq Liverpoola. Buyurun, suallara keçə bilərik. Buyurun. Qurban müəllimə ilk mətbuat konferansında bildirmişdiniz ki, 2026-cı ilin əvvəlində 3 yarışda mübarizə aparasınız və buna görə sizin heyətiniz daha geniş olmalıdır. Və artıq ilk oyununda Premier Ligada heyət çatışmazlığının belə deyək ki, hiss olundu məlumiyyətlə nəzərdə tutaq. Yəni transferlər necə gedir hazırda, vəziyyət nə yerlədir və xüsusilə Qaradağın daha çox Androklops və Paqolavanın adları adlanır. Bu barədə nə deyə bilərsiniz? Danışıqlar, gedən futbolçular var, amma onların adı yoxdur, yəni onlarla danışılmır. Amma ümumi transferlərə gəldikdə mütləq şəkildə başarıçılıq lazımdır, amma elə də asan deyil, elə də ki, bu dəqiqə oyunçunu gətirək komandaya. Və ondan başqa mən oyuncular bir yana biraz hazırlıqda, yəni biraz qrafik olanda ümumi hazırlıqda biraz problemlər olur. Məşqin keyfiyyətində, yəni sanki bir iki hissəyə bölünürük, o istədiyimiz keyfiyyəti əldə edə bilmirik. Bu bizə biraz problem yaşadır, amma illərdir belə olub. Amma indi komandalar daha təcrübəli olublar, daha bir-birini yaxşı tanıyırlar, daha inamlı olublar. Ona görə indi hal-hazırdakı oyunlar, nəticələr sanki göstərir ki, biz daha da belə deyək, aktiv olmalıyıq, daha da oyunlara məsuliyyətli yanaşmalıyıq. Hər bir halda mübarizə aparacağıq. Sadəcə yəni belə oyunlarda əlbəttə ki, bizim üçün hər bir xal dəyərlidir və qarşıdakı oyunları dediyim kimi hələ qarşıdan kubok da gəlir. Biraz oyunların sayı daha da çoxalır. İnşallah yaxşı olar. Buyurun. Son günlər mətbuatda belə bir məlumatlar var ki, Bəhlul Mustafazadəyə din qrupundan təklif var. Bu barədə həqiqətə uyğundurmu? Bu barədə işlərin var. Maraqlananlar var. Tək Bəhlulla ümumiyyətlə futbolçu maraqlananlar var. Təkliflər gəlir. Hələ bu oyuna, Liverpoolun oyuna köklənmişik. Hələ ki, konkret bir qərar verilməyib. Buyurun. Bədənli məsələsi ciddi yoxsa? Hə, biraz ciddi göründü. Çox böyümüşdü. Şiş də elə belə, çox belə biraz böyük idi. Ciddi idi çox. Buyurun. Mən özüm gördüm, pis oldum biraz. Düzünü desəm. Belə qalibiyyətdən sonra ümumiyyətcə rolu var, amma yəni bunu səbəb götürməli deyilik. Yəni biz peşəkarıq, mən özüm olsun, futbolçular olsun, yəni bunu səbəb götürməli deyilik. Bunu biz əvvəlcədən götür-qoy eləyirik, əvvəlcədən hazırlıq görürük. Bəzən alınmır, bəzən dediyim kimi komandalar bizə daha elə bil ki, bizi daha yaxından tanıyırlar, daha inamlı olublar və sanki təxmini bilirlər ki, belə oyunlardan sonra istəməzdim, məsələn, bugün heyətdə çox dəyişiklik edeyim, amma oyun biraz fərqli idi, biraz göstəricilərə baxdıq. Hətta gördük, Zubirlə Montiel üçün ümumiyyət salmamışdıq 23-lüyə. Yəni, onların həddindən çox yüklənmişdilər. Montielin məlum səbəblərə görə biraz nə qədər vaxt oynamırdı, belə böyük oyuna birdən-birə çıxmışdı, ehtiyat edirdik. Subir də onu göstərici həddindən artıq yuxarı idi. Ona görə ehtiyat elədik ki, biraz
tam özünə gəlsinlər. Səhər fərdi məşq vermişdik ki, sabahki məşqə tam hazırlaşsınlar. Ümumən belə, yəni bütün çempionatlar dediyim kimi o qədər belə böyük oyunlardan sonra görsən məğlubiyyətlər var. Hansı ki, o gün də bir fikirlərini bildirdim ki, komandalar var, hansı ki 8-ci, 10-cu, 11-ci, 12-ci ilə gedirlər öz çempionatlarında, hansı ki lider komandalardır. Belə normal, amma yəni uyğunlaşmalıyıq. Hardasa əlbəttə ki, belə itkilər olacaq. Buyurun. Mən sorumda təkrar olaraq, mən bir tanışım var, sizdə bunu çatdırmamı xahiş elədi. Belə ki, Qarabağ ayaq oyundan sonra istəmədən də sizin haqqınızda girdiyini qeyd elədi mənə və haqqını hava eləməli dedi mənə, yəni haqqınızı hava eləyib. Ümumiyyətlə, həmin oyundan sonra sizin istəmədən haqqınızda girənə hava eləyirsiniz, yoxsa? Yəni, mənə deməyə də bilərlər, xəbər göndərməyə də bilərlər. Mən haqqım varsa haqqımı hamıya halal eləyirəm. Amma ümumən belə mənə çox insan yanaşıb ki, yaxınlaşıb ki, bəs haqqını halal eləsin, haqqını düz fikirləşməmişəm, düz fikirlər söyləməmişəm. Bu neçə illərdir. Yəni 10-15 il bəlkə də bu davam eləyir. Hətta yəni demək olar ki, bütün yerlərdə belə insanlar var, amma yəni insan da kənardan bir nəfər tanımayanda, bir fikir yürüdəndə əlbəttə ki, belə hallar olur, amma yəni heç bir problem yoxdur. Yəni yəqin indidən sonra da yenə olar elə hallar. Amma belə olmasa da yəni müraciət eləməyə ehtiyac yoxdur ki, haqqım halaldır. Bilmək olmaz. Bu dünyadan bəlkə daha tez köçdük. Tez də köçsə yenə hamıya halaldır haqqım. Anar, sualım var idi. Buyurun. Qurbanbəy Qarabağ Çempionlar Liqasında Benfica, Eintracht kimi komandaları məğlub edib Chelsea ilə heç oynayıb. Ancaq bugün Kəpəzə məğlub oldu. Futbolçularınızı cərimələyəcəksiniz və yaxud cəzalandıracaqsınız. Xeyr, Anar, heç kim yox. Elə oyundan sonra danışdıq, oyundan sonra da motivasiya verdim futbolçularıma. Elə futbolun özəlliyi, gözəlliyi budur ki, düşünmədiyin nəticələri olur, düşünmədiyin oyun göstərirsən və qarşındakı rəqibə həmişə dəyər vermək lazımdır. Əgər bugün onlar qalib gələ bilərsə, bu onların haqqıdır. Cərimə lazım olunan vaxtlarda olunub, amma bu oyundan sonra cərimə olunmayacaqlar. Buyurun. Belə bir iddialar var ki, Erzincan Fəxriyeва Fənərbağçı və digər Avropa klublarının məktublar göndərdi. Bu iddialar doğrudur mu? Məndə belə bir məlumat yoxdur. Dedilər mənə, belə yazıblar deyə, amma belə heç bir yəni təklif, məlumat belə bir şey yoxdur. Çox sağ olun. Sağ olun, təşəkkürlər.